Salam, hər vaxtınız xeyir olsun, dəyərli müştərilərimiz. Bugün Masazır qəsəbəsində avtobus dayanacağına yaxın məsafədə yerləşən belə bir 3 otaqlı həyət evi çəkib sizə təqdim edirəm. Bir maşın rahatlıqla daxil olan həyəti var. Yerdən 5 daş kürsülüdür, dörd bir tərəfindən düz daşla tikilmiş evdir. Evimizin fasad görünüşüdür. Bu evimizin həyətidir. Orada bir kladovkası var. Artıq əşyalar yığılmaq üçün burada ağac əkməyə, gül kolları əkməyə yeri var. Yerdən 4 daş kürsülüdür, dörd bir tərəfdən düz daşla tikilmiş evdir. Bu evimizin həyətidir, rahatlıqla bir maşın daxil olan həyəti var. Deməli, həyəti avlisovka daşla üzəribdir, trap qoyulub, birbaşa qoşulub mərkəzi kanalizasiya xəttinə. Bu evimizin dəhlizidir, bütün qapılar dəhlizə açılır. Evimiz 70 kvadrat metrdən ibarət 3 otaqlı həyət evidir. Sənəd bələdiyyə sənədidir, qiymət çox münasib qiymətə satılır. Bura oldu evimizin qonaq otağı, pəncərə baxır evin öz həyətinə. Burada yerləşir evimizin mətbəxi. Belə bir mətbəximiz var. Evdə isitmə sistemi kombi sistemidir. Yəni kombisi var hal-hazırda. Bu yataq otaqlarından biridir. Radiatorlar qoyulubdur. Burada yerləşir evimizin sanitar qoşağı. Aksesuarlar mövcuddur, yəni qoyulubdur. Yaşayış evdə, hal-hazırda yaşayış var evdə. Burada da yerləşir evimizin digər yataq otağı. Burada lampoçka olmadığı üçün çəkilişimiz biraz qaranlıq düşə bilər. Sənəd bələdiyyə sənədi 70 kvadrat metrdən ibarət 3 otaqlı həyət evidir. Bir maşın daxil olan həyəti var. Qiymət 57 min manatdan satışa çıxarılıb. Real alıcı qiymətdə endirim olacaq. Sizin də satışda həyət eviniz, mənziliniz, torpaq sahəniz, obyektiniz varsa bizimlə əlaqə saxlayın, tez bir zamanda satılmasına köməklik göstərək. Səhifəyə takib atıb ekranı bəyənməyi unutmayın. Bugünlük bu qədər.